Salam dostlar, bu günləri zibildən abunə qazmağı öyrədəcəm. Birinci, girirsiniz. Bu mahnı olayları, hə? Baxın, girdiniz. Sonra yazırsınız Türkçə yazırsınız, üzgün şarkılar. Sonra unuttum mahnı gələcək, ona qoyun. Hə, bax, unuttum mahnı, göstərim istəyirsiniz sizə. Neyse dostlar, tapanmadım müziği ama belə hə, sonra çəkirsiniz. Göstəyirsiniz. 6-5 saniyə və ya da 10 saniyə. İstədiyiniz qədər göstəyirsiniz. Hə, 9-cu saniyə oldu. Neyse, baxın. Girirsiniz yazmaq yerinə. Mən burada hə, olur, hə. Yazırsınız ki boş video Türkçe yazın, ha. Baxmazlar. Gətsə, bütün elləri əyirirsiniz. Gətsə bilirsin. Yazırsınız. Sonra bunu buraxırsınız. Qoyursunuz. Yox. Bu nədir? Hayır. Yox. Hayır. Hə. İndi yuxarı qoyursunuz indi bunu. Yuxarı qoyursunuz. Hə, ora. İndi yazırsınız ki hiç kimsə bana abone olmuyor. Sonra böyle üzere girip ağlamakla bu yüzü koyursunuz. Sonra belə koyursunuz. Hə. Sonra da bu işareyle bu emojiyi koyup bura koyursunuz. Vay göstər, çox böyük oldu. Hə, çox böyük. Hə, nəysə belə qalsın, nə olacaq ki? Hə, indi bura gəlib bir dənə oğlan işarəsi tapmalısınız. Buradan tapın. Hə, göstər. Hə, burada. Bura açırsınız, bas o sarı. Böyütmə, evet çalışma, nə oldu? Hə, nəysə, böyüdün. Ayda yaz böyüdü səhvlə. Onu götür. Ayda git cəhənnəm oldu. Onu götürürsünüz, böyüdün. Ne olur? Böyümür. Böyütdünüz, hə. İndi gəlirsiniz, ağlamaq işarəsini axtarın. Ağlamaq işarəsini tapan kimi, hə, basın ona. Sonra onu böyüdün, ha. Səhvlə üzədə. Hə, baxın, böyüdün. Səhvlə üzü böyütdün, hə. Böyüdürsünüz, ağlamaq işarəsini uşağın üstünə qoyursunuz. Hə, gelirsiniz bura, əl işarəsini tapın. Hə, baxın burada. Bunu seçsin, yox belə olmaz deyə. Məncə yox, hə, belə tərsinəsinə qoyum, hə. Sonra onu qoyursunuz, sonra onu böyüdürsünüz, gözlərinə qoyursunuz və bitdi, sağ olun.